Belə bir ərəfə deyəndə, yəni ki, biz faktiki olaraq dünyanın düzəninin pozulduğu bir vaxtdır. Fikirləşməyək ki, dünya düzəninin pozulduğu bir vaxtda Azərbaycan bu məsələlərdən kənarda qalıb. Düzdür, bu qlobal məsələlər, qlobal qarşıdurma öz yerində. Azərbaycanın daxilində gedən bəzi proseslər var ki, Sevil xanım, mən zamanında təxminən 7-8 il bundan qabaq, daha doğrusu 2019-cu ildə dəqiq yadımda. Yəni ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti yəqin ki, yadınızdadır, bir-birinin ardınca korrupsioner, belə də ki, icra başçıları, korrupsioner nazir, nazir müavinləri ilə bağlı əməliyyatlar keçirdi. O zaman mən belə bir yazı yazmışdım ki, cənab prezident üçün toxunulmaz şəxs yoxdur. Belə bir başlıqla, elə başlıqda belə getmişdi. Maraqlananlar bu saatda Google-da tapa bilərlər, elə həmən yazdı. Yəni ki, artıq elə bir hədd gəlir çatır ki, münasibətlər xüsusilə Qarabağ müharibəsindən sonra, qələbədən sonra Azərbaycan cəmiyyətində artıq o toxunulmazlıq deyilən ki, bir məsələ var ki, o ortadan çıxıbdır. Mən istəyirəm ki, bunu yəqin ki, tamaşaçılar da, biz də bunun tez-tez şahidi oluruq. Yəni ki, Ramiz Mehdiyevdir, Bəylər Eyübovun qohumlarıdır, söhbət hələ Bəylər Eyübovun özündən getmir də, yəni Bəylər Eyübovun qohumları. Bütün bunlar zamanında toxunulmaz şəxslər idilər. Elə o toxunulmazlığın nəticəsidir ki, siz dediyiniz kimi, içində məscid olan belə limanlar və s. buradan qaçaq balçıqlar. Deməli, bu şərait yaradılıb vaxtı idi zamanında, belə də ki, üstündən keçilib. Hətta ola bilməz ki, məlum olmasın. Amma görülür bəzi münasibətlər, bəzi məsələlər, bu məsələlərin üzə çıxmasının, aşkarlanmasının qarşısını alıbdır. Amma indi o prosesli deyil. Yəni ki, elə bir proses gedir ki, artıq burada kriminalla məşğul olan, yəni ki, kriminal yollarla var, dövlət, maliyyə qazananlar, özləri üçün rahatçılıq yaradanlar artıq bu keçərli deyil. Və biz bunu keçmiş oliqarxlar deyirik. Onlara olan münasibətdən tutmuş, onların qeyri-qanuni yollarla, cinayət yolu ilə əldə etdikləri əmlakın belə də ki, özünküləşdirməsi, konkret olaraq Ramiz Mehdiyevə də elə bir cinayət işi qaldırılıb, elə maddələrdən biri elədir. Yəni, bu məsələlər, o proses davam edir və o davam edir və müəyyən dərəcədə istintaq gedir. Bizim burada hansısa bir detallı şəkildə siyasi münasibət bildirməyimiz və yaxud da ki, başqa bir münasibət bildirməyimiz istintaqa müdaxilə kimi dəyərləndirilə bilər. Ona görə mən hesab edirəm ki, elə 2019-cu ildə dediyim sözü təkrar edirəm ki, cənab prezident üçün toxunulmaz şəxs yoxdur və onların fəaliyyətində cinayət əməlləri varsa və yaxud da ki, şübhələnirsə, əsaslı şübhələr varsa, bunlar bir-birinin ardınca davam edir. Mən təkcə İBOX-ları demirəm, yəqin ki, Gömrük Komitəsində bir-birinin ardınca neçə şəxsin, neçə məsul şəxslərin, vəzifəli şəxslərin birdən-birə, səbəb ki, Gömrük Komitəsində görmüşük yaxud, yəni ki, açıqda, orada nələr baş verir, olubsa, heç kəs heç nə deməyibdir. Amma indi görür, elə deyil. Bu məsələlər hamısı bir-bir o, necə deyirlər, təmizlənmə prosesi gedir. O təmizlənmə prosesinin də keçməyi vacibdir. Siz soruşursunuz ki, burada təhlükəsizliklə bağlı nəsə ola bilər və mən hesab edirəm ki, əksinə, bunun mövcud olması təhlükə idi. Bunların aradan qaldırılması təhlükəsizlik tədbirləridir. Və təsadüfi də deyil ki, bu məsələlərlə Təhlükəsizlik Xidməti orqanı məşğul olur. Düzdür, prokurorluq, korrupsiya idarəsində məşğul olur, bunlar da öz yerində. Bütün bunlar hamısı əksinə təhlükəsizliyə doğru olan addımdır, nəinki təhlükə yaradan. Kimsə fikirləşməsin ki, burada bu müəyyən bir təbəqə, mən təbəqə də deməzdim, ayrı-ayrı fərdlər, şəxslər, yəni imkanlı şəxslər narazı qalacaqlar və sabah onlar öz maddi imkanlarını hansısa, belə də ki, əks qüvvələrə yönəldəcəklər. Bütün bunlar hamısı xırda detallardır, inandırıcı da deyil. Çünki adətən həmin yollarla pul qazananlar öz pullarını da maksimum çalışırlar ki, qorusunlar, nəinki hansısa bir belə də ki, siyasi revanş götürsünlər. Çünki bilirlər ki, o qədər kriminal işlər görüblər ki, onun müqabilində təzlənilən hansısa belə də ki, bir siyasi ambisiyalarla üzə çıxsınlar, elə bir təhlükə gözlənilmir, olası da deyil və indiyənə qədər də o cür şəxslərin hansısa bir şəkildə belə də ki, hansısa bir müxalif qüvvə deməyəm də, belə əks qüvvə kim onları hansısa maliyyələşdirməsinə yönəlsin, o təhlükə gözlənilmir, yoxdur.